Ayarik'di, Ruben'di. Bunlar tutulanda sen onların yanında olmuşsana bacım. Mən də olmamışam. Amma bircə onu bilirəm ki, bu şahidlər deyirlər də, Ayarik qamışlıqdan çıxıb, Ruben samanlıqdan çıxıb, o birisi oradan çıxıb, bu birisi buradan çıxıb. Yəni hərəsini bir tindən götürüb, yığıb maşına, aparırlar düz Bakıya. Əhədə mənə bunu deyirəm. Deməli, Ruben'di, Ayarik'di, İşəxaniyandı, Bako'du. Hansı ki bunlar Bakıda çay içmək istəyirdilər, istəkləri də gerçək oldu. Sarkisyan da aparacaqlar, geniş tez var. Bunda günahkarı mən deyiləm ki. Mən Almaniyanın prezidentin adını deyəmirəm. Ona görə də ondan görüşməmişəm. Bir dənə familiyasında Steiner bilirəm. O boyda NATO'nun baş katibi Stoltenberg'in adını deyəmirəm mən. Avropada iclaslarda mən İlham Əliyev görəndə gah oradan ora hopparam, gah ora qaçıram, gah orada gidinə qayrımda bir söz deyir qalan belə. Bircə kəlmə desə ki, Zəngəzuru bəri elə. Xankəndi gedib, Meğri, Qafan, Tufan, Boran. Versəm öldürürlər, verməsəm ölürəm, başqa mən nə qayırmalıyam ki? Haran daşın salım Sarkisyanın təpəsinə. Yadınızda da vaxtı ilə Makron deyir ki, dalızda durmuşuq, vırışın, qorxmayın. Yadında da elə səhəri Makron duran yeri elə qəşək vurdular, dağıtdılar ki. Arada deyirəm Makron, gəl dur Zəngəzurda, deyirəm yox, xata məndən uzaq elə. Deyirəm, mən Tırkaliyev niyə qabağa verirdin? Deyir, mən deyirdim, sana nə olur? Bax, belə bir vəziyyətdəyim. İndi mənim təklifim ondan ibarətdir ki, təklifimə görə siz mənə qulaq asın. Neçə ki gec deyil, qulaq asın, səbəb gilas. Mənim içim yanır, içiniz yansın, içiniz də köz töksün, içiniz dağılsın. Bir də başlasalar, yəni bir xatası var, bunun mən elə belə söz danışmıram. Nəyimiz var qənimətlər parkında, topumuz yox, tüfəngimiz yox, padronumuz yox, qıratımız yox, raketimiz yox, heç nəyimiz yoxdur, yəni dağılıb. Bax, bunu bırak qeyd edirəm. Dəmir yumruqdan sonra Polad Təpik işə düşsə, əzizinəm Naxçıvana, Qubadlıdan Naxçıvana. Ay ana, sinəm yanır. Makron sinəsi yansın, dağlar. Danışdıqsan dalı gəlir, bəstə, nə deyirsən, yoruldum öcə. Rahatladın bacı.